Birinci növbədə taleyindən asılıdır. O cürə yaşamağı bilmirsənsə, təbii ki, Ailə yaxşı olanda taleyi də qəşəng olur. Xoşbəxtlik hər kəs üçün fərqli anlayışdır. Kiminə görə ailəsi, kiminə görə işi, kiminə görə də şəxsi həyatı. Bəs görəsən, şəhərimizin sakinləri bu barədə nə düşünür? Mənə elə gəlir ki, birinci növbədə taleyindən asılıdır. İkinci növbədə özündən, üçüncü növbədəki çevrəsindən. Çevrəvə nə qədər qiymət verərsən, dəyər verərsən, həyatın maraqlı olar. Həm ailəsindən, həm taleyindən. Niyə görə belə düşünürsünüz? Ona görə ki, ailə böyük bir dövlətdir insan üçün. İnsan, uşaq, evlad hamısı ailədə böyüyür, ailənin tərbiyəsini alır. Ailədən hansı tərbiyəni görürsənsə, evlad da o tərbiyəni səndən götürür. İstər yaxşısını, istər pisini. Ailə yaxşı olanda taleyi də qəşəng olur, hər bir şey də yaxşı olur. Tək özü nə etməlidir? Ailəsi qəşəng olsun, həyatı da yaxşı olacaq hər bir şeydə. qoyulmuş faktorlar var, amma hər şey yenə də insanın özünün əlindədir. Yəni çünki ailə necə olsa da, hansı belə deyək də, o backgrounddan gəlsən belə fərq eləməyəcək. Çünki əgər sən özünün o həyatının qədrini bilmirsənsə, onu düzgün yaşamağı, yəni özün üçün düzgün nədirsə, o cürə yaşamağı bilmirsənsə, təbii ki, hər şey özündən asılıdır yenə də.